Sizin üçün arzu lövhəsi nədir? Çox maraqlıdır. Mənim üçün arzu lövhəsi sadəcə hədəflərimə daha tez çatmaq üçün onun vizual görüntüsüdür. Sözüm ona ki, burada yapışdırdığınız hər şəkil xəyal yox, hədəf olmalıdır. Bir sözlə hər şey həyat şərtlərinizə, büdcənizə və reallığınıza uyğun olmalıdır. Əks halda alınmayanda bizi məyus edir. Əgər böyük xəyallarınız varsa nə gözəl. Amma həmin arzuların arxasında plan, addım və əmək yoxdursa, bu arzu lövhəsi sadəcə şəkillər toplusu olaraq qalacaq. Hər nəysə, elə biz də bu mövzunu müzakirə edə-edə şəkillərimizi yapışdırdıq, bitirdik, daha sonra maraqlı oyunlar oynadıq və bol-bol söhbət etdik. Tam səmimi desəm, bunların hamısı sadəcə bir əyləncədir. Dostlarla yığışmaq üçün bir səbəbdir. Həyatda bu qədər neqativlər, ətraf mühitdə baş verən hadisələr varkən, niyə də olmasın? Hər birinizə arzu edirəm ki, yapışdırdığınız bütün hədəflərinizə bircə-bircə çatasınız. Sadəcə nə istədiyimizi bilməliyik və salam. Unutmayın ki, arzu lövhəsindəki şəkillər sadəcə motivasiya üçündür. Arxasında işləyən, əmək qoyan yenə də bizlərik.